Dünyanın bir çox ölkəsində saytlara giriş məhdudlaşıb. Cloudflare sistemində baş verən geniş miqyaslı nasazlıq nəticəsində dünyanın müxtəlif regionlarında çoxsaylı internet resurslarına girişdə problem yaranıb. Şirkətin yaydığı açıqlamada deyilib ki, Cloudflare problemi araşdırır və əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim ediləcək. Bildirilib ki, bundan əvvəl Cloudflare tərəfindən planlı texniki xidmət işlərinin görüldüyü açıqlanmışdı. Daha sonra isə şirkətin dəstək portalının provayderında nasazlıq yarandığı, bu səbəbdən istifadəçilərin dəstək müraciətlərinə baxarkən və cavablandırarkən xətalarla üzləşə biləcəyi bildirilib. Qeyd edək ki, yaranmış problemlə əlaqədar Azərbaycanda da xəbər saytlarına girişdə məhdudiyyət yaranıb.